Hər kəsə salam. Mən Günel, sizi bugün mətbəxdən salamlayıram. Fəsil nə olursa olsun, hava necə olursa olsun, bu günləri mətbəxdə çox isti olacaq və çox dadlı olacaq. Əminəm ki, dadlı yemək sevən ətrafımızda çoxdur, içimizdə, evimizdə çoxdur və bu günləri dadlı təamlarla biz də sizin qonağınız olacağıq. Yeməklərimiz bugün zəngindir, dadlıdır, maraqlıdır və düşünürəm ki, videonun sonunda siz özünüzü mətbəxdə tapacaqsınız. Çünki yan keçmək məncə mümkün olmayacaq. Bugünkü menyumuzda bizim turşulu can ətidir. Bunu bir çoxları bir çox şəkildə hazırlayır. Zoğalla hazırlayanlar var, vişnə ilə hazırlayanlar var. Mənim öz damaq dadıma uyğun olaraq, öz ruhuma xitab edərəkdən bunu biraz zənginləşdirərək, biraz da əlavələr və çıxartdığım ərzaqlar da var. Bu şəkildə bişirmək istəyirəm. Can ətidir, vişnəli. İkinci yeməyimiz ləvəngi küküsüdür. Üçüncü yeməyimiz isə mənə məxsus olan vitamin bombası adlanan şorbamızdır. İlk yeməyimizlə can ətini turşulu qovurmamızla başlayırıq. Söylədiyim kimi hər kəs bunu fərqli şəkildə hazırlayır. Mən də öz ruhuma xitab edərəkdən bunu başlamaq istəyirəm. İlk öncə soğanlardan başlamaq istəyirəm. Mən sırf bu yeməyi qırmızı soğanla etməyi sevirəm. Çünki qırmızı soğanın incə bir dadı var və narahat edici acılığı yoxdur. Ümumiyyətlə, hər soğanın, əgər maraqlanan insanlar, yemək bişirməyi sevən insanlar bilirsə, hər soğanın hər yeməkdə fərqli bir dadı var və hər soğanı hər yeməyə qatmaq olmaz. Çünki orada şirin və acı mövzusu var və tez bişmə, gec bişmə mövzusu var. Əgər siz tez bişən soğanı və yaxud da salatlara qatmalı olduğumuz soğanı isti yeməyə qatsanız, o zaman o daha tez yanacaq və başqa əgər ora ərzaqlar da əlavə ediriksə, o zaman heç bir nəticə əldə edə bilməyəcəyik və yanıq tadında bir yeməklə qarşılaşacağıq. Bu yeməyin əsas dadları məncə şirin və turşun, ət və meyvənin birləşməsidir. Çünki əgər ümumiyyətlə bir yeməkdə hər hansısa bir addımlarımızda, hərəkətlərimizdə ahəng varsa, bir-birini bağlayan nüanslar varsa, bir ton yoxdursa, eyni rənglər yoxdursa, məncə çox dadlı olur və çox gözəl işlər ərsəyə gəlib çıxır. Bu yeməyin də əsas, belə deyək, fərqliliyi ondan ibarətdir ki, şirinlə turşun birləşdiyi bir yeməkdir və bu yeməyi hər kəs bir şəkildə qəbul etməyi sevir. Soğanlarımızı yuduqdan sonra indi bunların doğranma mərhələsinə gəlirik. Mən bu yeməkdə uzun formada soğanların doğranmasını sevirəm. Çünki məncə onun başqa bir gözəlliyi olur orada. Və ətlərimiz də bu şəkildə uzun-uzun doğranacağına görə bir-biri ilə ahəng təşkil edəcək. Bu yeməyin ümumiyyətlə bir mənim sevdiyim tərəflərindən və məncə bir çoxları da bu şəkildə sevir. Soğan bol olduqda onun ötürdüyü incə o zərif dad fərqli olur. Çünki burada ağ soğandan biz istifadə eləmədiyimizə görə, qırmızı soğandan istifadə etdiyimizə görə nə qədər bol olsa, yəni ki, məsələn, mən hələ düşünürəm ki, az istifadə edirəm, iki baş soğandan istifadə edirəm burada. Çox olsa daha da dadlı olar. Gözlərimiz yaşarmadan maksimum şəkildə soğanları doğrayıb. Ümumiyyətlə, əgər bilirsinizsə, gözləri yaşardan əslində soğanla dəmirin bir-biri ilə reaksiyasının nəticəsində əmələ gəlir. İkisi bir-biri ilə reaksiya keçdikdə gözlərimiz yaşarır. Mən düşünürəm ki, gözlərimizi tək yaşardan sevinc və soğan olsun.
Soğanlarımızı doğradıqdan sonra bir qədər kərə yağı götürürük. Mən bunu əslində bol kərə yağı ilə sevirəm. Çünki daha dadlı olur. Qazımızın da altını biraz yandırırıq və kərə yağımızı əritməyə davam edirik. Hər kəs fərqli hazırlayır. Yəni bitki yağında, zeytun yağında. Ümumiyyətlə mənə görə hər yağın öz yeməyi var, hər yeməyin də öz yağı var. Yəni sağlıqlı, gözəl yaşamaq təbii ki, hər kəs istəyir, lakin o dadı da almaq, o balansı da tutmaq məncə önəmli faktorlardan biridir. Məncə hər yeməyin öz yağı var və hər yağın öz yeməyi var. Məsələn, mən zeytun yağını çox sevirəm tükətməyi, lakin düşünürəm ki, hər yeməkdə zeytun yağı uyğun olmur, dadlı olmur. Ümumiyyətlə, mən belə şirəli yeməklərdə, soklu yeməklərdə kərə yağının ahəngini sevirəm. Onun yüngül o dadını. Düşünürəm ki, o çörəklə belə təmasa girir yeməyimiz. Onda ötürdüyü bizə informasiya, ötürdüyü bizə fikir, düşüncə, his başqa olur. Buna görə mən bu janrda olan yeməklərdə daha çox kərə yağının ahənginin qatılmağını sevirəm və tərəfdarıyam. Təbii ki, bu biraz zövq məsələsidir. Ümumiyyətlə, yeməklər mənə görə, bəli, hər yeməyin öz ərzaqları var, hər bir yeməyin öz keçmişi var, tarixi var. Lakin hər birimizin evində yemək hazırlanarkən məncə ona xüsusi yanaşma da var. Bəzən nələrisə əlavə edirik, nələrisə çıxardırıq. Bu da həmin o yeməklərə xüsusi bir fərqlilik və rəng qatır. Ətimizin doğranma mərhələsinə gəldik və dediyim kimi mən bunu kiçik-kiçik doğrayan da var, uzun-uzun şəkildə doğrayan da var. Yəni can əti olduğuna görə onsuz da bu tez bir şəkildə, tez bir zamanda hazırlanacaq. Ona görə xüsusi doğranma şəkli əslində burada yoxdur. Sadəcə olaraq kimin nə şəkildə, hansı şəkildə sevməsi önəmlidir. Mən soğanların uzun formada olduğunu göz önünə gətirsək, ətin də burada uzun-uzun olmasının tərəfdarıyam. Və düşünürəm ki, görünüş olaraq da çox gözəl və çox incə görsənir boşqabda. Ümumiyyətlə, bizim Azərbaycan mətbəxi çox zəngindir və hər yeməyin öz abu-havası var. Və mənə görə hər yeməyin də öz fəsli var. Bəli, mən xarakter olaraqdan sağlıqlı yeməkləri, səhər 2 yumurta, bir avokado, 2 dilim pendir yeyən insan kimi şəxsiyyətim biraz fərqlidir. Yəni, sağlam qidalanmanın içində əgər mənim havanın havası odursa, mən nahar fasiləsində iş yoldaşlarımın, dostlarımı dəvət edə bilərəm ki, gəlin biti yeməyə gedək, gəlin maraqlı xəngəl yeməyə gedək. Mən düşünürəm ki, ümumiyyətlə, həyatın maraqlı tərəfi qarışıq hisslər deməyək, rəngarəng duyğularda olmaqdır. Düşünün ki, göy qurşağı var, amma 2 rəngdədir, 1 rəngdədir. Onun məncə gözəlliyi olmazdı. Və həyatın da məncə marağı o balansı tapmaqdır. Yəni, aşırı şəkildə hər şey etmək demək deyil. Balansı taparaqdan hər şeyin də dəyərini, qiymətini bilərəkdən yaşamaqdadır. Və yeməklər də mənim üçün bu şəkildədir. Düşünürəm ki, mədəmiz və bədənimiz təkcə qidanı qəbul eləmək üçün, yaşamaq üçün olmamalıdır. Yəni, buradakı önəmli faktorlardan biri və mənə görə əsası ruhumuzu qidalandıra bilməyimizdir. Əgər yeməyimizi nə üçün yediyimizi biliriksə, nə şəkildə tükədəcəyimizi biliriksə, məncə orada
heç bir narahatçılıq və heç bir əks bir hal baş verməyəcək. Əgər siz bədəninizi tanıyırsınızsa, tükədəcəyiniz ərzaqların tərkibini, içliyini bilirsinizsə, onların sizə nə ötürdüyünü bilirsinizsə, inanın ki, faydasını tapacaqsınız. Əksi heç bir şəkildə olmayacaq. Ümumiyyətlə, bu sağlam qidalanmağa mən çox belə önəm verən biriyəm və ətrafımda olan hər bir kəsi də tetikləyən biriyəm. Çox ani bir şəkildə oldu əslində bu yola gəlməyim, bu şəkildə qidalanmağım. Amma deyirlər, şər deməsən xeyir gəlməz. Müəyyən bir sağlıq problemləri yaşadım və həmin o problemlərin içində başa düşdüm ki, anladım ki, mənə mesaj o idi ki, əslində bizi xəstə edən beynimiz, bədənimiz, həmçinin də bizi sağaltmaq gücünə malikdir. Yəni, hər iki funksiyanı bizim makinamız, beynimiz, ruhumuz həyata keçirir. Və ani bir şəkildə bütün zərərli qəbul etdiyim qazlı içəcəklərdən, yeməklərdən mən vazgeçdim və günü bugün də mən qəbul etdiyim, yeni qəbul etdiyim hər hansısa bir şəkildə maraqlı olur mənə də. Məsələn, bu necə maraq başlayırdı? Biraz badam qəbul edirdim və mənə maraqlı idi ki, o badamın faydaları nədədir? Məsələn, bir meyvə tükədirdim, həmin o meyvənin faydaları nədədir? Və həmin o faydalara girdikcə başa düşdüm ki, artıq bir əməli bir sağlıq yolundayam. Təbii ki, mən də o sağlıq, yəni gündəlik yediyim qidaların hər bir zaman bu şəkildə tükətməyinin tərəfdarı deyiləm. Dediyim kimi, o balans da pozula bilər və bezmək, yəni yıpranmaq və bezmək daha tez başa gələ bilər. Ara sıra yəni özünüzə icazə verə bilərsiniz. Lakin gündəlik və həyatımızın böyük faizi etibarilə sağlıqlı qidalara biz ayırsaq, həqiqətən də müəyyən bir zaman sonra çox böyük bir fərqini görəcəksiniz. Bu bəlkə də tez bir zamanda baş vermir. Yəni mən bir həftə yumurta qəbul elədim, avokado qəbul elədim və yaxud da ki, sıyıq qəbul elədim, mən nəticəsini görəcəm deyə bir şey yoxdur. Amma ki, mütləq siz onun qarşılığını görəcəksiniz. Yetər ki, yəni bir dəfə o sağlıq yoluna girin, biraz da yoluxucu virus kimidir. Yəni bir dəfə girsəniz, onun ardı gələcək. Yəni dayanmadan ardını görəcəksiniz. Soğanlarımız qızarmağa davam edərkən mən ətimizi əlavə edirəm. Əti də həmçinin fərqli şəkildə bura əlavə edənlər var. Kimi əvvəlcədən qaynadır, kimi ayrıca bişirir. Mən sokunun, şirəsinin eyni anda hiss edilməsi üçün sevirəm ki, birbaşa belə çiğ formada əlavə olunsun. Artıq soğanlar biraz qovurulmağa meyilli olduqda artıq əti də əlavə edirəm bura. Bizim turşulu cənnətimiz bişməyə davam edir və o sırada biz istəyirik şorbamızla davam edək. Bu şorba mənim özümə məxsusdur və bu şorbanın özəlliyi nədədir? Mən ona çox belə özünə məxsus bir ad icad etmişəm. Vitamin bombası. Çünki içində yox olmayan heç bir demək olar ki, vitamin yoxdur. Bütün vitaminlər bunun içindədir. Yəni şəfalı, səfalı, xəstəlikdə, sağlıqda olan bütün insanlar üçün ən ideal şorbalardan biridir. Və suyumuz hal-hazırda burada qaynayır. Suyumuz bulyonludur. İndi mən ora əti əlavə edəcəm ki, ət yavaş-yavaş bişməyə davam etsin və ardıcılıqlı biz tərəvəzlərimizi əlavə edəcəyik. Məncə çox dadlı olacaq, çox faydalı olacaq. Mənim çox sevdiyim şorbalardan biridir. Çox axtardım ki, həqiqətən də bunun özü hardasa varmı, kimdəsə varmı, hansı bəlkə ölkəyə məxsusdur, amma heç bir yerə tapmadım və belə qərara gəldim ki, özümə məxsus qalsın. Hər kəsin düşünürəm ki, menyusunda yemək, menyusunda belə bir sevimli və şəfalı yeməklər var. Məndə də bu şorbadır.
və davam edək. Görək necə alınacaq. Suyumuz qaynamağa davam edir. Ətimizi hal-hazırda kiçik hissələrə doğrayırıq. Ümumiyyətlə, mən şorbalarda ətlərin çox kiçik olmasını sevirəm. Ümumiyyətlə, bütün ərzaqların kiçik olmasını sevirəm. Sevirəm ki, bir qaşığa bir neçə, mümkündürsə daha çox, belə deyək, tərəvəz yerləşə bilsin. Çünki onda düşünürəm ki, o damaq dadında hamısının ahəngini hiss eləmək daha belə wow bir effekt yaradır. Nəinki, məsələn, daha böyük ölçülü yeməklər. Məsələn, Koreya mətbəxində onlar çox sevirlər iri-iri doğramaq. Soğanları, kökü, onlar demək olar ki, 2 hissəyə, 3 hissəyə bölərəkdən əlavə edirlər. Təbii ki, yəni, zövq və iqlim, coğrafi nüanslar burada önəmlidir. Mən isə bunları kiçik formada sevirəm. İndi isə kiçik hissələrə doğradığımız ətimizi suya əlavə edirik. Vurğuladığım kimi bulyonlu suyumuzdur. Artıq zamanımız getməsin deyə onu hazır şəkildə etmişdim. Şorbamız, ətimiz orada qaynayarkən, bişərkən biz soğanımıza davam etmək istəyirik. Soğanla hər kəsin münasibəti fərqlidir. Yəni, kimi çox sevir dadını, kimi nifrət edir, kimi iyrənir, heç ümumiyyətlə görmək belə istəmir. Mən o insanlar üçün bunu bu şəkildə əlavə etmək istəyirəm. Kim ki, ümumiyyətlə görmək istəmir soğanı. Mən bütün halda şorbamızı əlavə edəcəm. 4 hissəyə çərtərək. Çünki biz bilirik ki, soğan antioksidantdır və immunitetimizi gücləndirən tərəvəzlərdən biridir. Ümumiyyətlə, xəstəlik dönəmləri antioksidantsız keçməməlidir. Və buna görə də soğanı mütləq qəbul etməliyik, amma əgər görmək istəmirsinizsə, bunu görmənizdən gələ bilərsiniz. Yəni, bütün şəkildə əlavə edə bilərsiniz. Soğanımızı soyduqdan sonra söylədiyim kimi nifrət edənlərə gəlsin bu şəkildə. Bütün şəkildə biz əlavə edirik və bütün şəkildə çıxardacağıq. Şorbamız hazır olana yaxın biz onu tam şəkildə çıxaracağıq. İndi gələk sərt tərəvəzlərə. Birinci onlardan başlayaq. Çünki daha zaman tələb edən tərəvəzlərimiz bunlardır. Qaşıqda bütün tərəvəzlərin, bütün rənglərin olmasını sevirəm. Həm dad o zaman ağızda partlayır. Həmçinin gözəl də görünür. Kökümüzü yavaş-yavaş əlavə edirik. Şorbamız bişməyə davam edərkən bizim paralel can ətimiz burada bişməyə davam edirdi və onun duzunu, istiotunu istəyirəm ki, əlavə edim. Və tamamlanmaq üzrədir demək olar ki, yeməyimiz. Artıq qoxusu mətbəxi götürüb yavaş-yavaş turşusu ilə qovuşmaq anını gözləyir. Mən can ətili turşulu qovurmanı müxtəlif 1-2 növ turşu ilə sevirəm. Yəni, qarışıq turşulu olmağını daha çox sevirəm. Həm zoğal turşusu daha turş bir dad verir və həmçinin də alça turşusu biraz daha şirin dad verir. O zaman düşünürəm ki, onların o ikisinin ahəngi ecazkar olur. Zoğal turşumuzu əlavə elədik. İndi isə alça turşumuzdan da əlavə edirik. Bol-bol əlimizi heç bir şəkildə aza aparmırıq. Çünki yeməyimizin əsas dadı məhz buradadır. Qarışdırırıq.
Can ətimiz burada bişməyə davam edərkən bizim şabalıdlarımız bizi gözləyir və həmçinin burada bizim vişnəmiz var. Dondurulmuş vişnədir fəsilimizə uyğun olmadığına görə. Amma nə etmək olar? Fəsilsiz dediyim kimi davam edirik. Temperatura, hava şəraitinə, iqlimə baxmadan dadlı yeməklərə davam edirik. Turşu ilə vişnənin hal-hazırda sevgisi möhtəşəmdir burada. Bildiyiniz eşq yaşayırlar bir-biri ilə. Ətdən də onlardan ilhamlanacaq. Növbəti bizim tərəvəzlərimiz, rəngli bibərlərimizdir. Bizim şorbamıza o göy qurşağımızın rəngləri məhz bunlardır. Hər birinin öz rəngi var və hər birinin öz tamı var. Mənə görə, məsələn, bibərlərin hamısının, hər rəngli bibərin öz dadı var. Necə ki, məsələn, makaronlar var, makaron növləri var. Bəzilərinə görə gələ bilər ki, düşünə bilər ki, makaronda da hamısının dadı eynidir. Lakin mənə görə bantiklı makaron, burma makaron, spagetti makaron, hər birinin öz dadı var və təbii ki, bu belədir də həqiqətən də. Necə ki, onların bişmə müddəti olduğu kimi, həmçinin də dadları da fərqlidir. Biber həmçinin, bilirsiniz də, çoxlu yodla zəngindir və bu aralar son illərdə baş vermiş bütün xəstəliklərdən sonra, viruslardan sonra ümumiyyətlə yodun qəbuluna ayrıca bir sevgi yarandı. Əgər bugünkü bu yaxın illərə kimi, dönəmlərə kimi əgər yoddan çox da istifadə etmirdiksə, artıq duzda təkcə istifadə edirdiksə, artıq onu ayrıca da qəbul edirik. Və təbii şəkildə qəbul etmək istəyirsinizsə, bolluca biber istifadə edin. Amma təbii ki, onu çiğ halda, bişmiş halda da istifadə etsəniz, az bişmiş halda istifadə etmək lazımdır ki, vitaminlərini qorusun. O halda siz yodu təbii yola qəbul etmiş olacaqsınız. Heç bir dərmana ehtiyac qalmayacaq. İndi isə doğranmış olduğumuz biberləri şorbamıza əlavə edirik. Rəngli biberlərimizi şorbamıza yavaş-yavaş əlavə edirik. Bu qədər. Və növbəti bizim tərəvəzimiz bizi gözləyir, pırasadır. Mən pırasanın ümumiyyətlə ağ hissəsini qatmağı sevirəm şorbaya. İndi yenə təbii ki, hər kəsin zövqü fərqlidir. Və ümumiyyətlə şorbalarda təbii ki, hazırlayan hər kəs bilir, sərt tərəvəzlər öncə atılır. Amma qabaçok kimi, həmçinin yumşaq başqa tərəvəzlər kimi, hansı ki, brokoli kimi tərəvəzlərimiz ən sonda əlavə olunur. Çünki onların bişməsi dəqiqə söhbəti olduğuna görə, 1-2 dəqiqəyə hazır olduqlarına görə onları ən sonda əlavə edirik. Amma daha sərt tərəvəzlərimizi öncədən əlavə edirik ki, rahat və daha zamanla bişməyə davam etsinlər. Pırasamızı şorbamıza əlavə edirik. Turşulu can ətimiz hal-hazırda hazırdır və mən onu servis etmək istəyirəm. Gözlətmək istəmirəm bu gözəl dadı. Buradakı şirəyə siz baxın, bu səsə, bu şirəyə, bu ləzzətə. Çörək lazımdır ki, o belə barmaqla ona batıraraq ondan feyziyab olmağa. İndi isə onu servis etmək üçün qabımıza şabalıdları istəsəniz təbii şabalıddan da istifadə edə bilərsiniz. İstəsəniz dondurulmuş. Mən burada təbii bişmiş şabalıddan istifadə etmişəm. Çünki bəzən yaxşı alınmır, süngər dadı verir.
bəzən. Ona görə daha gözəl olsun deyə şirəsindən də bol-bol. Hazırladığımız cənnəti turşusunun dadına baxmağın zamanı gəldi. Düşünürəm ki, çox da ötürə bilmərik sizə bu dadı, amma hiss etdirə bilərik məncə. İlk öncə tək istəyirəm dadına baxım, sonra cəm şəkildə. Çörəyin xırçıltısını məncə ötürmək mümkün olmayacaq. Ağızda əriyən o turşu, ət. Məhz budur xoşbəxtlik, məhz budur günün ən xoşbəxt anı. Məncə həyatda sözlə ifadə olunmayan hisslər var. Yəni bunu deyə bilərəm. Turşulu cənnətimizi daddıqdan sonra, möhtəşəmliyinə əmin olduqdan sonra biz sonlanırıq cənnəti ilə, vidalaşırıq cənnəti ilə və davam edirik biz şorbamızla, vitamin partlaması ilə davam edirik. Son addımları qalıb bizdə orada qabaçok və brokoli və həmçinin də yaşıllıqlar və olacaq möhtəşəm partlama. İndi isə şorbamıza davam edirik. Şorbamıza dediyim kimi sərt tərəvəzlər öncə bişməyə biz yönləndiririk, göndəririk. İndi isə daha tez bişən tərəvəzlərimizi əlavə edirik. Ümumiyyətlə kabakı və brokolini mən ən son anda 3-5 dəqiqə arasında əlavə edirəm ki, çox da bişməsin. Çox bişməyinə ehtiyac yoxdur. Çünki tam bişdikdə həm brokoli öz yaşıllığını itirir, vitaminini itirir, həm də dadı daha belə o təravətini və vitaminini ötürməmiş olur. Ona görə mən çox da bişirməyin tərəfdarı deyiləm. Son 5 dəqiqədə əlavə edirəm. Kabaçok ümumiyyətlə elə tərəvəzlərdən biridir ki, həmçində brokoli. Hər kəs tərəfindən ya çox sevilir, möhtəşəm bir yerdə özünə sevgi qazanır, ya da ümumiyyətlə heç kim onu sevmir. Yəni hər kəsin orta yeri yoxdur brokolidə. Ya çox sevilir, ya da heç ümumiyyətlə yaxın durulmur. Amma mən dediyim kimi vitaminləri və faydalı yeməkləri sevən bir şəxs kimi mənim gündəlik, həftəlik qida qəbulumda yetərincə yaxşı yer tuturlar. Və həmçinin brokolinin omleti çox dadlı olur. Ispanaq, yumurta və brokoli çox möhtəşəm. Əgər idmanla məşğulsunuzsa, ümumiyyətlə məşğul deyilsinizsə, sağlam qidalanmaq istəyirsinizsə, faydalı səhər yeməklərindən biridir. Ümumiyyətlə ispanağın bəncə girdiyi hər ortam çox belə möhtəşəm bir vitamin partlaması yaradır. İstər onun kükülərdə istifadəsi, istər səhər yeməklərində istifadəsi. Çox sevdiyim səhər yeməklərindən biridir. İspanaqlı, brokolili omlet. Möhtəşəm vitamin bombamızın, partlamamızın sonlarına gəlirik. Son ərzaqları qalıb kabaçok və brokoli. Onlar da yumşaq tərəvəzlər olduğundan, daha tez bişən tərəvəzlər olduğundan ən sonda əlavə edirik onları. Ümumiyyətlə çox rahat və asan hazırlanan şorbadır. İçindəki ərzaqlar da çox belə çətin olmayan ərzaqlardır. Rəngli bibərlərdir, həmçinin soğanı bütün formada atırıq və kiçik-kiçik ətlərdir. Ən sonda da kabaçok və brokolini əlavə edirik. Bu qədər qısa və partlamalı olan şorbamızdır, şəfalı şorbamızdır. Biz bura soğan sevməyənlər üçün soğanı bütün formada əlavə elədik. Ona görə də artıq sonuna yaxınlaşdığımıza görə şorbamızın bütün formada olan soğanımızı çıxarda bilərik. Yəni buna ehtiyac yoxdur və qarışdıra bilərik. Sonda son 5 dəqiqəmizdə brokolini əlavə eləyəcəyik və yaşıllıqlarımızı, yəni göyərtilərimizi.
Və bu qədər bizim o möhtəşəm şorbamız hazırdır. Mən ümumiyyətlə kiçik ulduz formasında olan makaronları ən sonda qatmağı sevirəm. Çünki əzilmirlər və şorbanı əvvəldən suyunu özlərinə çəkmədiklərinə görə daha diri formada qalırlar. Amma daha tez biz bunu əlavə etdikdə onlar həm çox böyük şişirlər, həmçinin də əzilmiş formada qalırlar və çox da gözəl görüntü və dad əldə etmiş olmuruq sonunda. Şorbamızın son 2 tərəvəzi qalıb. Bunlardan biri də bəzilərin sevib-sevmədiyi brokolidir və sonda da göyərtilərdən istifadə edəcəyik. Dediyim kimi ən sonda əlavə edirik, çünki çox da əzilməyinin tərəfdarı deyilik. Daha diri və daha vitaminli qalmasını istəyirik. Zövqə görə dəyişir təbii ki, amma həmçinin qaynadılmış brokollarda yəqin ki, bir çoxları bilir, amma bilməyənlərə bildirmək istəyirəm, məlumat vermək istəyirəm ki, əgər qaynadılmış brokolları sevirsinizsə 3 və 5 dəqiqə arasında onları qaynar suya salırsınız və çıxardırsınız. Eyni anda çıxartdığınız, qaynar sudan çıxartdığınız brokolları buzlu suya əlavə edirsiniz. Onda onların yaşıllığı uzun müddət qalacaq və bərk bir formada həmçinin tərəvəz əldə etmiş olacaqsınız. Əslində faydalı tərəfləri çoxdur, lakin sevməyənlərimiz daha çoxdur. Bu şorbada mən həmçinin brokolların köklərinin də olmasını bəyənirəm, sevirəm. Çünki o həm üstünün yumşaq forması, o ağac formasında olan üst hissəsinin hissi, həmçinin də altında biraz belə sərt hiss etmək mənə belə xoş təəssürat verir və biraz da bunu iri formada edirəm. Yəni, baxmayaraq ki, içindəki bütün tərəvəzlər kiçik formadadır, lakin brokolları biraz diri formada, iri formada, ağac formasında saxlamağın tərəfdarıyam. İndi isə iri doğradığımız brokolları şorbamıza əlavə edirik. Bu qədər. Yeməyimizin bitməsinə son 5 dəqiqə qalıb. Brokollar bu zamanda bişənədək biz həmçinin göyərtilərimizi də doğrayıb əlavə edəcəyik. Brokollarımızdan sonra duzumuzu və istiotumuzu əlavə edirik. Göründüyü kimi yağsız və dediyim kimi faydalı şorbalardandır. İndi istiotumuzu əlavə edirik. Şorbamızın sonuna gəldik, çatdıq. İndi isə göyərtilərimizi əlavə edirik və altını söndürürük. Mən ümumiyyətlə göyərtiləri 2 cür istifadə edirəm. Ya əgər həmin anda tükədiləcəksə, bütün qazan yeyiləcəksə, qazana əlavə edib və qonaqlara çəkirəm. Əgər bir neçə dəfə istifadə edəcəyimsə o şorbadan, onu ancaq boşqaba yeməyi çəkərkən istifadə edirəm. Çünki mənə o göyərtilərin o təbii qalmağının, dadının ötürülməsi önəmlidir. Kiçik hissələrə ayırdığımız göyərtiləri dağ keşnişidir və şüyüddür. 2 göyərtidən istifadə edirəm. İstəsəniz nanə və yaxud da ki, başqa göyərtilərdən də istifadə edə bilərsiniz. Mən ikisinin ahəngini sevirəm bu şorbada. Bəzən isə nanə də əlavə edirəm, onun da həmçinin təravəti yaxşı olur. Sadə tükədənlər mənim evdə, ailəmdə, mamam çox sevir sadə şəkildə tükətmək, lakin istəsəniz bunu sirkə ilə də tükədə bilərsiniz, o da çox gözəl dad verir. Limon sıxa bilərsiniz, sirkə əlavə edə bilərsiniz içinə. Ona gözəl təam verəcək. Çox kiçik də doğramanıza ehtiyac yoxdur əslində, amma mən bütün tərəvəzləri kiçik formada sevdiyimə görə göyərtilərin də çox görünməsinin tərəfdarı deyiləm. Məncə dağ keşnişinin girdiyi bütün yeməklər başqa bir təravətə çevrilir. Ümumiyyətlə, mən dolğanı bir təsəvvür eləmirəm. Dağ keşnişisiz və bu şorbamı.
Gördüyünüz kimi suyu da çox, yəni bol deyil, əsas vitaminlərdən ibarətdir. Biz şorbamızın sonuna gəldik və göyərtini əlavə etdikdən sonra artıq yeməyə hazır vəziyyətə gəlir və dada bilərik. Mən çox söz deyə bilməyəcəm, çünki öz hazırladığın haqqda müəyyən qədər hiss ötürə bilərsən, fikir ötürə bilərsən, lakin çox söz məncə biraz artıq fikir yarada bilər. Ona görə dadım və üzümdəki ifadədən məncə aydın olacaq hisslərim. Dağ keşnişinin ümumiyyətlə bu havası tam qışlıqdır. Yorğun iş günündən sonra, soyuq iş günündən sonra məncə bu isti şorba əsr günün tamamıdır. İndi isə günün sonuna, menyumuzun sonuna gəlib çıxdıq. Kükü ilə, ləvəngili kükümüzlə, qozlu, turşulu kükümüzlə davam edirik. İçindəki deməli ərzaqlarımız 4 ədəd yumurtadır, 500 qram qoz ləpəsidir, 2 ədəd böyük baş qırmızı soğanımızdır və 1 stakan, mən həmçinin bu kükümüzdə də xoşlayıram, 2 turşunun qarışığından, həm alça, həm də zoğal turşusunun qarışığından olan turşuları əlavə eləmək. Yaxşı-yaxşı qarışdırırıq bir-birinə hopana qədər. Yumurtanı da yaxşı-yaxşı qarışdırırıq. Ümumiyyətlə, bu cənub bölgəsinin yeməyidir. Oradan ilhamlanmışam və çox sevdiyim kükülərdən biridir. Göy küküsünü də sevirəm, göyərtili, amma ləvəngə qarşı başqa bir sevdam olduğu üçün, ləvəngili hər şeyi sevdiyim üçün, ləvənginin girdiyi hər şey dadlandığı üçün bu kükünü xüsusi olaraq sevirəm. Kərə yağımızı əlavə edirik. Bol-bol əlavə edirik. Qorxmadan əlavə edirik. Sevə-sevə əlavə edirik. Yaxşı-yaxşı kənarlarda keçiririk. Kükümüzü hal-hazırda pişməyə buraxmışdıq. İndi isə qapağı açaq. Üstü əgər bərkiyibsə bunu, artıq deməli altı bişib və çevrilməyə hazır olacaq. Əgər kükünüz bişərkən hiss edirsinizsə yumuşaqdır, kənarlarından biraz belə kənara ayırdıqda görünür ki, bərkiməyib. Qazmaq kimi olmalıdır bərk. Əgər o hala hələ gəlməyibsə, o zaman biraz da gözləmək lazımdır. Hazırladığımız kükünün indi isə dadına baxaq. Kiçik bir parça. Əsl turşuluğu yerində, qozu yetərincə olan, ağız dadımıza uyğun olan cənub bölgəsinin ənənəvi ləvəngisindən biraz çıxaraq, ənənəvi ləvəngi mədəniyyətindən biraz kənara çıxaraq kükü ləvəngisini biz bugün hazırladıq. Bəzən elə bu anlarda biz anlayırıq ki, əslində böyük planlar qurmağa gərək yoxdur. Həyatımız böyük anlardan, böyük addımlardan ibarət deyil. Bəzən həyat bayaq da gördüyünüz kimi şorbanın suyunun qaynadığı anlar qədər kiçikdir. Hər anınızın dəyərini bilin, hər anınız gözəl və huzurlu keçsin. Sevgi dolu qalın, sevgi ilə qalın.